Əli Məsri oxuyanda yenə Əli Məsri. Görünür ki, bir xanım vakansiyaya CV göndərib və onunla əlaqəyə keçiblər. Əlaqəyə keçən kimi yazdıqları: "Şəkil zəhmət olmasa." Xanım cavab verir: "Tam dəqiq bilmədimi? Hansı işlə əlaqəli yazmısınız?" Yəni işlə əlaqəli yazır, hansı iş olduğunu, nə olduğunu qeyd etmir və vakansiyaya diqqətlə baxın. Logistik daşıma xidmətinə katibə xanım tələb olunur. Yaş 18-45, iş qrafiki 10-dan 5-ə kimi, maaş 1200-1500 plus bonus plus premiya. Vahdədə premiya, hər şey verirlər. Xoş, gülərüz, komanda ilə işləmək bacarığı, iş forması mövcuddur. İndi axıracan oxuyandan sonra deyəcəksiniz ki, insan deməyə dilim gəlmədiyim məxluqun beynində nə var ki, forma falan da bura qeyd eləyib. Mənə elə gəlir ki, xanım inanım şəkil göndərib, çünki mesaj silində burada var. Daha sonra şəkili görən kimi bir dəqiqə sonra yazdığı yaxın münasibət problem deyil. Xanım yazır, başa düşmədim. Cavab: müdir katibə münasibəti isti və yaxın olur. Katibə işləri belədir yəni. Bu sizə problem olmayacaq. Ay səni bu insan mənim anladığım qədərilə maaşlı özünə müəyyən tələbatlarını yerinə yetirmək, gəl də ofis işlərini həll etmək üçün bir insan axtarır. Və bu tərbiyəsiz məxluqat elədiyini normal bir şeymiş kimi göstərir. Yəni utanmaz yazıb ki, katibə işləri belədir yəni. Xeyr, katibə işləri belə deyil, ay tərbiyədən uzaq məxluqat. O qədər cavanlar var ki, hələ başa düşmürlər ki, vəzifə öhdəlikləri tam yazılmalıdır, necə yazılmalıdır. Biz o insanlara səslənirik və səslənməliyik də, başa salmalıyıq da vəziyyəti. Belə absurd vakansiyalar və yaxud işə götürənlər ilə qarşılaşırsınızsa, göndərin, hər birini ifşa edək.